Niyə görə sən səliqəli geyinib, ətir vurub bayıra çıxmalısan? Ona görə ki, o səni belə görmək istəyir. O səni belə müşahidə eləmək istəyir. İndiyə qədər ömrünüzdə olubmu ki, onun üçün bəzənəsiz, geyinəsiz ki, o belə istəyir, o belə görmək istəyir. Və təkcə onun görməsi yox, həm də başqalarının şad olması üçün. Mən bu qədər übudiyyəti hələ indiyə qədər açıqlamamışdım. Bilmirəm də ki, nə dərəcədə çatdıra biləcəm bu sözləri. Ki, übudiyyətin, bəndəliyin həqiqətini istəyirəm açıqlayam sizin üçün. Səliqəli geyinirəm, yaxşı davranıram. Bir, mənim sahibim belə xoşlayır. İki, başqalarını şad etmək üçün. Peyğəmbərimiz bir suda da olsa öz əksinə baxıb saçını darıyırdı, bədəninə yağ çəkirdi, saçlarına yağ çəkirdi, ətir vururdu, bayıra çıxırdı. Nə üçündür bu? Başqaları yaxşı mənzərə görsün. Başqaları gözəllik görməkdən şad olsun, sən də onların şad olmasına sevinəsən. Hədisdə var, başqaları üçün paltar geyinsə bir insan ki, başqalarını özünü göstərsin, paltar əynində olduğu müddətdə Allah ona nəzər eləməz. Başqaları üçün geyinməyin, rəftar etməyin bir pis tərəfi var, bir yaxşı tərəfi var. Tərəf səhv sözdür. Başqaları üçün rəftar etməyin, geyinməyin, davranmağın bir yaxşı forması var, müsbət, bir mənfi forması var. Mənfisi nədir? Mənfisi budur ki, mən elə geyinim ki, məndən danışsınlar. Məndən danışsınlar, mənə baxsınlar, mövzu mənəm. Bu mənfi. İkinci müsbət forması nədir? İnsanların zövq alması üçün. İnsanlar mənim bədənimdən gələn pis qoxudan əziyyət çəkməsin, narahat olmasın. Başqalarının sevinci üçün, mən yoxdur ortada, özümə diqqət çəkmək üçün yox, başqalarını gözəlliklə şad etmək üçün. Bəndəliyin həqiqəti budur.